Salam, hər vaxtınız xeyir olsun. Mən Həvva Zamirli. Blok imtahanı modelində sınaq izahını bu videoda sizə təqdim edəcəm. Vaxt itirmədən keçək sualın izahına. Cümlə özvünün əlavəsi haqqında verilənlərdən biri yanlışdır. İsmi birləşmələrin aslı tərəfinin əlavəsi ola bilər. Bu doğru fikirdir. İsmi birləşmə. Məsələn, deyirəm ki, onun, dostumun kitabı. Onun sözünün əlavəsi var burada. Məsdər fiili sifət və fiili bağlama tərkiblərinin aslı tərəfinin əlavəsi olur. Bu da doğru fikirdir. Məsələn, ora məktəbə gedəndə fiili bağlama tərkibinin aslı tərəfində əlavə işlətdik. Əlavə aid olduğu üzvdən sonra gəlir və onun mənasını aydınlaşdırır, konkretləşdirir. Bu doğrudur. Əlavədən əvvəl əsasən tirə işarəsi qoyulur. Çox hallarda tirə qoyulur, bəli. Əlavə izah etdiyi üzvlə şəxsə görə uzlaşmayanda hər iki tərəfində vergül də qoyula bilir. Bəzi cümlə üzvlərinin əlavəsi olunmur, yanlışdır. Bütün cümlə üzvlərinin əlavəsi ola bilər. Cavabımız olacaq Y variantı. Hansı cümlədə zərflik yoxdur? Nahar vaxtı onlar bir yerdə olardılar. Nə zaman? Nahar vaxtı. Deməli, burada zərflik var. İndi hər şey təhlükəli idi. İndi burada bu da zaman zərfliyi idi. O əllərini boynunun arxasına qoyub uzanmışdı. O necə uzanmışdı? Əllərini boynunun arxasına qoyub. Deməli, bu olacaqdı bizdə zərflik, demək fiili bağlama tərkibi ilə ifadə olunan tərz hərəkət zərfliyi. Onlar yayda kəndə gedərdilər. Burada da deməli yayda sözü zərflikdir. Y variantı bizim cavabımız olacaq. Anası qazandakı xörəkdən boşqaba çəkdi. Nəyə çəkdi boşqaba? Bu zərflik yox, tamamlıqdır. Ona görə də cavabımız Y variantı. Üçüncü suala keçək. Uyğunsuzluğu müəyyən edin. Madam ki, şərt bağlayıcısı düzdür. Şübhəsiz ki, təsdiq bildirən modal söz düzdür. Savayı fərqlənmə qoşması doğru. Halbuki iştirak bağlayıcısı deyil, halbuki qarşılaşdırma bağlayıcısıdır. Yəni aydınlaşdırma bağlayıcısı doğrudur. Tabesiz aydınlaşdırmadır. Yəni cavabımız olacaq D variantı. Verilmiş nümunədə işlənmiş köməkçi nitqsələrini müəyyən edin. O şey ki, bizlərə lap aşikardır. Orada gizli bir xəzinə vardır. Deməli, burada ki, lap, bir də bir sözlər var. Bunlar da hər biri ədatdır. Demək, bir burada suala cavab vermədiyi üçün, cümlədən çıxaranda məna dəyişmədiyi üçün deyirik ki, bu ədatdır. Lap onsuz da ədat olur. Ki isə vergülsüz işlənəndə və belə deyək ki, bir cümlənin, sadə cümlənin ortasında gələndə o zaman ədat olur və burada bağlayıcı sözdən sonra işləndiyi üçün də ədat olduğunu deyə bilərik. Əgər bağlayıcı olsaydı, mürəkkəb cümlənin, deməli, iki cümlənin arasında gələrdi. Birinci cümlədə, demək, xəbərdən sonra gələrdi. Ortada gəldiyi üçün ədatdır. Deməli, yalnız ədatlar var bu nümunədə. Cavab olacaq D variantı. Hansılar feilin lazım şəklidir? Mən şəhid anasıyam. Anası buradakı sı mənsubiyyətdir. Ası əsi yoxdur burada. Səhv cavabdır. Onların xatirəsini anasıyam. Anmaq feili ası əsi lazım şəkli doğrudur. Həmişəlik ürəyinizdə qalasıyam. Burada da qalmaq feili ası əsi lazım şəklidir. Yurdum, sən mərdlik qalasısan. Qala ismi sı mənsubiyyət şəkilçisi, bu da demək səhvdir. Bu tərəf zibil quyusu çirkab çalasıdır. Çala ismi və sı mənsubiyyət şəkilçisi. Bu da olmaz. Öz sazını min həvəslə çalasıdır. Ası əsi çalmaq feili deməli lazım şəklindədir. Düzgün cavab olacaq 2, 3 və 6. Növbəti sual. Hansı cümlədə feil yoxdur? Qara günlər gec-tez ötüb keçəndir. Ötüb keçən feili sifət olduğu üçün var burada feil. Cavanlığın geri qayıtması mümkün deyil. Qayıtması. Burada deməli maqmək məsdəri ixtisar variantda verilib. Demək, mənsubiyyət şəkilçili məsdərlər maq əvəzinə mamək kimi də işlənə bilir. Burada deməli məsdər şəklində feil var. Həyat fani, ölüm, ömür gəldi gedərdi. Gəldi gedər sözü sifətdir, fani deməkdir. Müvəqqəti fani mənasını verir və feil deyil, sifətdir. Elə cavabımız olacaq bu. Görəcək məni Heydər baba danışdı. Bu nə səsdir, sən aləmə salmısan. Danışdı, bir də salmısan. Elə şirin-şirin danışmağım var. Burada da maqmək məsdər şəkilçisi var. Deməli, burada da feilimiz var. Cavab oldu C variantı. 7-ci sual. Defislə yazılan mürəkkəb sözlərə aid edilə bilməz. Eyni sözün təkrarı ilə düzələ bilər. Aid edilə bilər. Müxtəlif mənalı sözlər bu aid edilə bilməz. Çünki müxtəlif mənalılar bitişik yazılır. Yaxın mənalılar da defislə yazılır. Əks mənalılar da defislə yazılır və ex, qeyri, külli, vitsi, super kimi sözlərlə düzələnlər də defislə yazılır. Cavab olacaq
Demək B variantı. Hansında uyğunluq pozulub? Əvvəl-axır. Deməli, antonimlərdir. Eyni nitq hissəsidir. Əks mənalarda antonimdir. Dost, düşmən eyni nitq hissəsidir, antonimdir. Artıq əskik antonimdir, çünki eyni nitq hissəsidir. Doğru, yalan. Doğru sözü isim, sifətdir. Yalan sözü isimdir. Əks mənalar ziddiyyət olsa da, amma eyni nitq hissəsi olmadığı üçün antonim sayılmayacaq. Cavabımız olur D variantı. Köhnə, yeni, yenə də bu da antonim cütlükdür. 9-cu sual. Hansı cərgədə tabesizlik bağlayıcıları ilə tabelilik bağlayıcıları bir yerdə verilib? Həm də ki və yaxud nə də ki, bunlar hamısı tabesizdir. Hərçənd ki, indi ki, çünki, madam ki, bunlar hamısı tabelidir. Lakin, amma, fəqət, habelə, bunlar hamısı tabesizdir. Belə ki, istərsə, məsələn, ona görə də burada həm tabeli var, həm tabesiz. Belə ki, tabelidir. Ona görə də tabelidir. İstərsə və məsələn tabesiz bağlayıcılardır. Y-də isə hamısı tabesizdir. Ona görə cavabımız D variantıdır. Keçirik 10-cu sualın izahına. Hansı cümlədə felis və tərkib işlənib? Xaricdə təhsil almaq üçün imtahan vermək lazım idi. Burada məsdər tərkibi var. Xaricdə təhsil almaq. Küçədən keçəndə feili bağlama tərkibi var. Təkrar edəndə. Burada ümumiyyətlə tərkib yoxdur, feili bağlama var. Onlara dərs deyən müəllim Ayselin atası idi. Kim onlara dərs deyən müəllim? Hansı müəllim onlara dərs deyən felis və tərkibidir? Cavabımız D variantı. Keyfiyyətli təhsil gələcəyin təminatıdır. Burada isə ümumiyyətlə təsdiqlənməyən feil yoxdur. Burada ümumiyyətlə feil yoxdur. Cavab oldu D variantı. Hansı nümunələrin birində söz cümlə modal sözlə ifadə olunub? Mənə bəzi fənlərdən kömək edərsən, şübhəsiz. Elə buradakı söz cümlə modal sözlə təşkil olunub. A variantı cavabımız olacaq. Digərlərinə də baxaq. İmtahanlar nə vaxt olacaq? Görünür iyulda. Burada da modal sözdən ibarət olsa da tək modal söz deyil. Burada cümlə özvü də olduğu üçün bu söz cümlə hesab olunmur. Bu üzvlənən cümlədir. Söz cümlələri isə üzvlənməyən cümlələrdir. Yəni orada cümlə özvü olmamalıdır. Yalnız köməkçi nitq hissələrindən ibarət cümlədir. Riyaziyyatı yaxşı bilirsən? Bəli. Burada ədatdan ibarətdir. İmtahana hazırlaşırsan, hələ yox. Deməli, zərf və ədat var burada. Deməli, üzvlənən cümlədir, zərflik var cümlədə. Biz nəhayət ki, dünən görüşə bildik. Burada modal söz var, amma söz cümlənin içərisində deyil. Söz cümlə burada aha. Deməli, ədatdan ibarətdir. Ona görə də daha doğrusu nidadan ibarətdir. Aha nidasından. Ona görə də düzgün cavabımız oldu. A variantı. 12-ci suala baxırıq. Ümumi şəxsi cümlələri seçin. Böyüyə cavab qaytararlar. Xəbəri 3-cü şəxsin cəmi, hər kəsə aid olan fikir və ümumi şəxslidir. Sabahki imtahan haqqında təlimatı payladılar. Onlar təsəvvür olunur, amma bərpa edilə bilmir və hamıya aid deyil. Ona görə də ümumi şəxsli deyil, qeyri-müəyyən şəxslidir. Bakıda hər axşam tıxaca düşürsən. Bu bütün insanlara aiddir. Ona görə də demək ümumi şəxsi cümlədir. Xəbər də ikinci şəxsin təkindədir. Akifin ad günü idi, şəxsiz cümlədir. Deməli, cavab 1 və 3. Növbəti suala baxaq. Koroğlu bir qayanın üstündə durub karvan yolu busurdu. Nöqtələrin yerinə hansı cümlə yazılsa, qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə meydana gələr. Deməli, Koroğlu bir qayanın üstündə durub karvan yolu busurdu. Bu yolda onlar neçə-neçə karvan soymuşdular. Burada qarşılaşdırma yoxdur. Birdən uzaqdan bir atlı göründü. Burada da yoxdur. Ardıcıl baş verən nümunələrdir. Bu karvan yolu busurdu. Bundan sonra da bir atlı görünüb. Bu yol Çənlibelə gələn yeganə yol idi. Bu da deyil. Dəllər də ətrafdaydı. Bu da eyni zamanda da deməli deyil. Ağına belə gəlmirdi ki, rastlaşacağı adam onun qıratını aparacaq. Deməli, bura qarşılaşdırma bağlayıcılarını qoyub yoxlayaq. Koroğlu bir qayanın üstündə durub karvan yolu busurdu. Amma ağlına belə gəlmirdi ki, rastlaşacağı adam onun qıratını aparacaq. Cavabımız olur Y variantı. Növbəti suala baxaq. Tabeli mürəkkəb cümlələrdə budaq cümlənin funksiyası. Deməli, budaq cümlənin 3 funksiyası var. Ya
Buraxılmış üzvü izah eləyir. Yəni baş cümlədə buraxılmış üzvü izah eləyir, ya baş cümlədə əvəzlik qəliblə ifadə olunmuş üzvü izah eləyir və yaxud da baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Deməli dediklərimizin içində bir var, bunu götürürük. Baş və budaq cümləni bağlamaz. Bağlayıcı vasitədən getmir söhbət, budaq cümlədən gedir. Deməli, 2 yanlış. Baş cümlənin bütün məzmunu ilə bağlı olur. Ola bilir, doğrudur. Baş cümləni özündən asılı edir. Xeyr, baş cümləyə tabe olur. Özündən asılı edə bilməz. Cavab 1 və 3. 15-ci suala baxırıq. Yanlış fikri göstərin. Şifahi ədəbi dil orfoqrafik norma ilə tənzimlənir. Xeyr, orfoepik norma, yəni tələffüz qaydaları ilə tənzimlənir. Yanlış fikir elə bu olacaq. Digərlərinə də baxaq. Mədəni inkişaf dildə də özünü göstərir. Doğrudur. Dil faktları xalqın mədəni tarixi haqqında məlumat verir. Tamamilə doğrudur. Elmi dil kütləvi dillə birləşərək elmi publisistik üslub formalaşdırır. Bu da doğrudur. Mədəni inkişaf dialektin sosial bazasını məhdudlaşdırır. Doğrudur. Deməli, mədəni inkişaf baş verdikcə dialektlər nisbətən öz qüvvəsini itirir, get-gedə zəifləyir və hətta müasir dövrdə bunu da qeyd edə bilərik ki, əvvəlki dövrə nisbətən bu dövrdə bölgələrimizə gedəndə, müşahidə eləyəndə onların nitqini artıq gənc insanların daha az dialektlə danışdığını müşahidə eləyirik. Yaşlı insanların nitqində dialektlər daha çox qalıb. Deməli, mədəni inkişaf sayəsində gənclərin nitqi artıq ədəbi dilə uyğunlaşır. Keçirik 16-cı sualın izahına. Nümunənin hansı misrasında məsdər şəkilçisi işlənməmişdir? İşlənməmişdir deyir. Ayna tutub hərdən camal görməsi. Burada magmək məsdərinin deyək ki, sinonim şəkilçisidir bu da. Camal görməyi deyə bilirik. Deməli, burada var. Zülfə zənəxdana sığal verməsi, sığal verməyi burada da var. Səhər ala gözün siyah sürməsi. Burada isim olan sürmədən söhbət gedir. Sürməyi deyil bu. Yoxdur burada. Altından cünası hayf ki yoxdur. Deməli, burada da yoxdur. Cavab olacaq 3-cü və 4-cü misallarda məsdər şəkilçisi işlənməyib. 17-ci sual. Aşağıdakı cümlələrin hansında idi hissəciyi feilin indiki zamanına artırılıb? A variantında idi hissəciyi predikativ sözə artırılıb, var xəbərinə artırılıb. Ona görə də demək bu olmaz. Sərxoşdum, sərxoş idim. Deməli, burada sifətə artırılıb. Bilmədim. Burada zaman şəkilçisidir. Əlimdən saldım. Burada da zamandır. Uşaqlar bizə gəlmişdi. Burada mış, nəqli keçmiş zamanı artırılıb deydi hissəciyi. Bu da olmaz. Qazan demək ayrı yazılmalıdır. Bu Qazan xan özünü obasına yetirdi. Burada da ir leksik şəkilçi olduğu üçün di ona qoşulan, başlanğıc formaya qoşulan zaman şəkilçisidir. Hissəci ola bilməz. Yemək hamıya çatırdı. Bəli, buradakı ır qrammatikdir. Yəni zaman şəkilçisidir. Feilin şəkillərindən, zamanlarından sonra hissəcik gələr. Cavabımız olacaq Y variantı. Əlamətlərdən biri şəxs əvəzliyinə aid ola bilmir. Cümlənin xəbəri ola bilir. İsmi əvəz edir. Deməli, şəxs əvəzliyi cümlənin xəbəri ola bilir. İsmi də əvəz edə bilir. Nə sualına cavab verə bilir. Üçüncü şəxsin əvəzliyi nə sualına cavab verir, amma birinci və ikinci şəxs əvəzlikləri yalnız kim sualına cavab verir. Üçüncü şəxsin tək və cəmli bildirən şəxs əvəzlikləri qeyd etdiyimiz kimi kim və nə suallarına cavab verə bilir, doğrudur. Qeyri-müəyyən vasitəsiz tamamlıq vəzifəsini daşıya bilir. Bu səhvdir. Qeyri-müəyyən vasitəsiz tamamlıqlar təsirlik halda olan qeyri-müəyyən təsirlik halda olan tamamlıqlardır. Şəxs əvəzlikləri də qeyri-müəyyən təsirlik halda tamamlıq ola bilmir. 19-cu sual. Bu sayılardan birindən başqa nitq səsi yaranmır. Bir sözündən yaranır. Birikmək, birləşmək, birlik, xeyli sözündən yaranmır. Bəli. İki sözündən yaranır. İkilik, ikiləş, iki. 10 sözündən yaranır. Onluq. Çox sözündən də çoxal, çoxlu, çoxluq və s. Cavab oldu B variantı. Sonuncu sualın izahına baxaq. Boyaqçı peşəsi söz birləşməsinin birinci tərəfinin morfoloji təhlilindəki səhv. Demək, morfoloji təhlil olduğu üçün biz buna nitq səsi kimi yanaşırıq. Düzəltmə isimli yiyəlik haldadır. Boyaqçı peşəsi bəli söz birləşməsinin aslı tərəfində olduğu üçün, özündən sonraki sözdə də mənsubiyyət şəkilçisi olduğu üçün, deməli, qeyri-müəyyən yiyəlik haldadır və düzəltmədir. Boyamaq feilindən boyaq ismi, boyaq ismindən də boyaqçı ismi yaranıb. Sözün başlanğıc forması da kökü də isimdir.
Başlanğıc forması boyaqçı isimdir, amma kökü boyamaq feilidir. Deməli, səhv fikir budur. Tərkibində 4 cür yazılan şəkilçi var. Ç, çi, çu, çü 4 variantlıdır, bəli. Bu doğru fikirdir. Tərkibində 2 leksik şəkilçi var. Q və ç doğrudur. Söz yazılışından fərqli tələffüz edilir. Bəli, boyaqçı. Burada q, x-ya keçdiyi üçün boyaqçı şəklində tələffüz edilir. Sınağın izahı bu qədər. Ümid edirəm faydalı oldu. Növbəti izahlarda görüşənədək hələlik.